May ayının 31-də Yeni Azərbaycan Partiyası, Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə Xankəndi şəhərində Qarabağ mənzərələri adlı etüd sərgi baş tutub. Layihə rəhbəri Aygün Əzizov olan Vətənpərvərlik etüdləri layihəsi çərçivəsində reallaşan bu tədbir Ulu Öndər Heydər Əliyevin anıdın olmasının 103-cü il dönümünə həsr olunub. İştirakçıları ilk olaraq Ağdam Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov qarşılayaraq onlara öz uğur diləklərini çatdırıb. Xankəndidə yerləşən Böyük Turan restoranında təşkil olunan tədbirdə FA Art Studiyonun rəhbəri Fatma Əliyevanın tələbələrinin müxtəlif əl işlərindən ibarət satış sərgisi keçirilib. Sərgidə fəxri qonaq qismində rəssam müəllimlər Vüsalə Bəkirova, Diana İsmailova, Rəhimə Əsədullayeva və Aygün Kəmil qızı iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova vətənpərvərlik etüdlərinin rəssamlar üçün önəmindən bəhs edərək, layihənin gənc nəslin vətənpərvərlik ruhunda və Azərbaycançılıq ideologiyasında tərbiyə olunması məqsədi daşıdığını bildirib. Uşaqları 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edən Elnurə İskəndərova vurğulayıb ki, bu cür sərgilərin Xankəndidə təşkil olunması yeniyetmə və gənclərin regionlarımıza marağının artırılmasına, onların pis vərdişlərdən uzaqlaşaraq asudə vaxtlarını əl işləri ilə səmərəli keçirmələrinə və erkən yaşlarından dünya görüşlərinin inkişafına mühüm töhfə verir. Daha sonra çıxış edən FA Art Studiyonun rəhbəri Fatma Əliyeva tələbələri ilə birlikdə bu satış sərgisinə 5 ay ərzində hazırlaşdıqlarını qeyd edib. Tədbir çərçivəsində FA Art Studio tərəfindən uşaqlara 1 iyun bayramı münasibəti ilə hədiyyələr təqdim olunub. İştirakçılar milli musiqi ab-havasında rəqs edib, Xankəndi mətbəxinin ləziz təamlarından dadıblar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotolar çəkilib. Etüd iştirakçıları Xankəndi gəzintisi çərçivəsində Qarabağ Universitetini, Xankəndi Zəfər Parkını və digər məkanları ziyarət ediblər.